Mədə balonu yerləşdirildikdə ümumilikdə müəyyən dərəcədə mədənizin müəyyən bir hissəsini həmin balon tutduğu üçün daha tez doyuma hissini yaşayırsınız. Burada belə bir faktor var. Mədəmiz bir torba kimi əzələ torbasıdır və elastik bir deməli formaya sahibdir və insan mədəsi 4 litrə qədər genişlənə bilər. Təsəvvürünüzə gətirirsiniz 4 litr nə deməkdir? Yəni onu yeyib böyüdə bilərsiniz. Yəni müəyyən bir baxımdan sırf mədə balonu bu barədə bəzən işə yaramır. Çünki mədə balonu taxıb mədə balonu ilə bərabər yemək yeyən insanlar var və bu insanlara mədə balonu kömək eləmir. Ancaq bəzən bəli, müəyyən dərəcədə hardasa 6 kiloqram, 8 kiloqram, 10 kiloqrama qədər mədə balonu ilə arıqlamaq mümkündür. Ancaq mədə balonu çıxandan sonra yenidən mədənizdə həmin o sizi yeməyə qoymayan, müəyyən bir hissəni tutan bir cism olmayacaqdır. Və siz yenidən lap əvvəlcədən necə ki bu çəkinizə gəlib çıxmısınızsa da eyni formada qidalanmağa davam edəcəksiniz və həmin çəkiləri geri qaytarmaq riskiniz artacaq. Xüsusilə də mən qeyd edirəm ki, istər mədə balonu eləyin, istər mədənizi kəsdirin, nə istəyirsiniz eləyin, elə və yaxud da ki belə, siz həyat rejimini düzgün formada korreksiya etməlisiniz. Bunlar çıxış yolu deyil. Mənə müraciət edən insanların içərisində yazırlar ki, Ələkbər bəy, mən 8 ay bundan əvvəl, 10 ay bundan əvvəl mədə kiçiltmə əməliyyatı etmişəm, çəkim getmir, çəkim dayanıb. Neyniyim? Heç nə. Sən də indi mədəsi olan insanlar kimi məcbursan ki, mədəni itirəndən sonra pəhriz saxlayasan. Başa düşürsünüz? Yəni mədə balonu bir yerə qədər çıxış yolu ola bilər. Sonradan yenə də hamınız sağlam qidalanma və fiziki aktivliyə gəlib dirənəcəksiniz. Ona görə də öz orqanizminizin başına min cür oyun açmayın. Elə haqq yolu budur.